Yığışlı yaşlı arvadlar vardı, indi hamısı ölüb. Bu boyda binada partlayar, bunun altından çıxmaq olar, bunun xərcini ödəmək olar. Qaz var, burada qaz var. Qazın iyi də gəlir, səsini də eşidirik. Göyçay rayonunun Ziya Bünyadov küçəsində yerləşən 72 nömrəli binanın sakinləri 20 ilə yaxındır ki, təbii qazın olmamasından əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə binada 2006-cı ildən yaşayış olsa da bu günə qədər qaz təchizatı təmin edilməyib. Natiq müəllim vardı, o təzə icra gəlmişdi, yığışlı yaşlı arvadlar vardı, indi hamısı ölüb. Bir dənəsi qalıb, o da paralişdə yeriyə bilmir. Getdik, müraciət elədik ki, ona bala, bizə qaz ver, biz ölürük, dedi, baxar ona. Baxan olmadı. Bütün bu binanın uşaqları, bax, 2006-dan bura olan uşaqlar, gələn uşaqlar və belə soğuqda yaşaya-yaşaya gedib. Qonşunun bizim 4-cü mərtəbəmizin, mən də olmamışam burada, qaz partlayıb, pajarını gəlib keçirib. Bax, o qaz balonu, balacalar partlayıb, tutaşıb xalqın önündə yanıb balon. Götürüb atıblar bura bloka, pajarını gəlib söndürüb. Bala danırsam yeri tutmaz. Gedirdim Urçuqda, Fartıqda, yeşilciyində işləyirdim. Oradan odun yığıb gətirirdim bu camda, o cibimdə. Bu boyda binada partlayar, bunun altından çıxmaq olar, bunun xərcini ödəmək olar. Hamısı da körpü uşaqlardır, bax. Gələcəyinə əsgərlərdir, qalıb adada. Qaz var, burada qaz var. Qazın iyi də gəlir, səsini də eşidirik. Biraz təzyiq yüksək olanda səsi də gəlir. Bir dənə calasalar, bax, şotçikləri də versələr, bu bina qazla təmin olunur. Buradan sonra tikilən binada var, orada da var. Burada həyət evləri hamısında qaz var. Hamısında. Buradakı şəhərin qıraq yeri deyil, mərkəzdir. Demək olar ki, mərkəzdir. 7 dəqiqəyə şəhərin tam mərkəzində piyada çatırıq. Bax, bizim günümüz güzaranımız budur, bala, bax, qazına. Həftədə bir dəfə onu gedirik, dolduruq, gətiririk, bax, onu işlədirik. Su da onda qoyuruq, suyu da ondan qızdırırıq. Əlimiz ayağımızı yumağa da onu qızdırırıq. Yeməyi də onda pişiririk, çay da onda qoyuruq. Ondan sonra nə bilim, hər işi ondan görürük. Ev nə ilə qızdırırıq, deyinə pletdir, yox pletdir. İşıq pulu, qazını doldurmağı, yandırmağı 150-200 mata kimi xarcımız çıxır ayda bizim. Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də verilən cavablarda binanın sənədləşmə məsələləri qaz xəttinin çəkilməsinə maneə kimi göstərilir. Sakinlər aidiyyatı qurumları illərdir davam edən bu problemin həlli üçün konkret addımlar atmağa və binanın təbii qaz şəbəkəsinə qoşulmasını təmin etməyə çağırırlar.